Limfostaz nedir? Bu sual da herkesi bugün düşündürən bir sualdır. Və nəzərə alsaq ki, dünyada belə xəstələrin sayı gündən-günə artmaqdadır. Təbii ki, bu barədə qısaca bir məlumat verməyə ehtiyac vardır. Məsələ ondadır ki, aşağı ətraflardan qanın geriyə ürəyə qayıtmasında iki damar iştirak edir. Bunun birinə venoz damar deyilir, birinə isə limfatik damar. Venoz damarda problem varsa bu varikoza gətirib çıxarır. Digər damarda, limfatik damarda problem varsa bu limfostaz olur. Limfostaz iki formada olur. Birincili və ya ikincili və yaxud ki, anadan gəlmə və sonra qazanılma. Birincili limfostazlar daha tez-tez rast gəlinir. Yəni bunun səbəbi anadan gəlmə limfatik damarların zəif inkişaf etməsi, bəzən isə olmamasıdır. Olmadığı hallarda bu uşaqlarda artıq özünü göstərir. Bizə də belə uşaqlar tez-tez müraciət edirlər. Çox təəssüf eləyirik və onlara biz demək olar ki, ciddi bir köməklik göstərə bilmirik. Digər hallarda zəif inkişaf etdiyi ona hipoplaziya deyirik. Bunda isə daha çox cavan yaşlarda bu özünü göstərmiş olur. İkincisi isə odur ki, müxtəlif xəstəliklər nəticəsində travmalar, iltihabi xəstəliklər, onkoloji xəstəliklər nəticəsində inkişaf edən bir limfostazdır. Limfostaz nə üçün qorxuludur? Məsələ ondadır ki, limfostaz get-gedə böyüyür, böyüdükcə ətrafda şişkinlik artır və son nəticədə limfostazın axırıncı stadiyası olan fil xəstəliyinə və ya da fillik xəstəliyinə gətirib çıxara bilər. Ona görə limfostazı olan insanlar ilk dövrdə müraciət eləməlidirlər və biz bu və ya digər konservativ üsullarla, başqa digər üsullarla onlara yardım göstərməyə çalışırıq. Mən bir mənalı olaraq demək istəyirəm ki, bugün limfostazın dünyada cərrahi müalicəsi tam bizi qane etmir. Ona görə daha çox konservativ müalicə aparılır, digər tədbirlər görülür ki, bu artıb gələcəkdə fillik xəstəliyinə keçməsin. Odur ki, vaxtında müraciət etmənizi tövsiyə edirəm.